أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثاره وكل شيء أحصيناه في إمام مبين صدق الله العلي العظيم صدقات. Bu gece dünənin ardılar inşallah. Dünənki Əli Ekber ağadan danışdıq. Ata-övlad münasibətindən danışdıq. Bugün də həmin xütbəyə davam edərik ki, sonda Əli Əsxər ağaya gəlib çata bilək. Bu gecə Kərbəlanın ən kövrək, ən təsirli və ən dərin münasibətlərindən, ən dərin müsibətlərindən biri olan Həzrəti Əli Əsxərin müsibətini yad edirik. 6 aylıq bir körbənin şəhadəti təkcə bir tarixi hadisə deyil. Bütün insanlıq vicdanını sarsıdan ilahi bir dərsdir. İnsan ki düşünəndə 6 aylıq balanı ki Kərbəla müsibətində şəhadətə yetiriblər, qəlbi daş olanlar da əriyər. Fəqət bunlar ərimədi. Biz özümüzdən götürsək ki, 6 aylıq balamız, 1 yaşlı balamız, 5 yaşlı balamız, yaşından hasta olmayaraq balamız xəstə olanda, bir temperaturu qalxanda, bir özün halsız hiss edəndə necə narahat oluruq? O həkimdən bu həkimə, o dərmandan bu dərmana keçirik. Pulun yoxdur, borc edirsən. Amma yenə də o dərmanı ortaya çıxarırsan. Yenə də o həkimə aparıb gətirirsən. Bahalı həkim də olsa, bahalı dərmanlar da olsa, yenə də get-gəl edirsən. Amma Hüseyin əleyhisselam heç də istəmirdi. Körpə balasına 3 gündür su içmirdi, su istəyirdi. Yəni böyük bir şey istəmədi. Mütəal Allah Quran-ı Kərimdə buyurur ki, Şüara surəsinin 49-cu ayəsində, göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O istədiyinə qız övladı, istədiyinə oğlan övladı bəxş edir. Bu ayədə Allahın sənə lütf elədiyi övlad payı, istər qız olsun, istər oğlan, fərqinə var. Övlad Allahın əmanətidir. Ata və ananın qəlbinin meyvəsidir. İnsan öz övladı üçün hər şeyindən keçə bilər, lakin Kərbəlada İmam Hüseyin əleyhisselam Allah yolunda hətta 6 aylıq körpəsini də qurban verdi. Bax, imamətin, hüccətin bizə göstərişi budur ki, sən mütləqdir malınla, canınla, nəfsinlə, övladınla, evinlə, mülkünlə, nəyin varsa hər şey Allah yolunda sərf etməyi bacarmalısın. Kərbəla dərsində İmam Hüseyin əleyhisselam bizə bunu öyrədir. Əli Əsxər kimidir? Əli Əsxər İmam Hüseyin əleyhisselamın ən kiçik övladı idi. Onun anası Həzrəti Rübab xanım çox narahat idi. Üçün xeymələrə su gəlmirdi. Suyun qabağın məşhur Fərat çayının qabağını kəsmişdilər. Aşurə günü susuzluq bütün çadırları bürümüşdü. Körpələrin naləsi yüksəldi. Əli Əsxər də 3 gün idi ki, su içmirdi. İmam Hüseyin əleyhisselam onu qucağına aldı və düşmən ordusunun qarşısına gəlib buyurdu. Əli Əsxəri İmam Hüseyin əleyhisselam göyə qaldıraraq buyurdu ki, əgər mənə rəhm etmirsinizsə, bu körpəyə su verin. Lakin cavab oxuldu. İmam Hüseyin əleyhisselam su üçün dedi, cavabı isə oxuldu. Özdə 3 şaxəli yox. Kim? Hərmələ. Əbədi lənət eləsin. İmam Sadiq əleyhisselam buyurur, İmam Hüseynə əleyhisselama ağlamaq böyük günahları məhv edir. İnsan gərək o Kərbəla səhnəsini gözünün qabağına gətirə bilsin
və kövrəlib ağlaya bilsin. Əgər ağlamaqda əziyyət çəkirsə, demək qəlb günahlarla daşlaşıb. Günahlarla daşlaşıb. Yubanma, tövbə elə, istiğfar elə. Bəyyətvi təzələ. Höccətvə layiqli sərkərdə olmağa çalış. Hələ etiraz edənlərlə heç işim yoxdur. Bu günlər bizə bir neymətdir əlimizdədir. Bizdən böyüklər, ön nəsillər bizə bunu gətirdi, çatdırdı. Bizim də vəzifəmiz özümüzdən sonraki nəslə ötürə bilək. Bu Kərbəlada fədakarlığı, şücaəti, cəsarəti, mərdliyi öyrətməliyik. İmam Sadiq əleyhissalam ki, bu hədisi buyurdu. Bu hədis göstərir ki, Kərbəla müsibəti sadəcə gözyaşı deyil. İnsan qəlbini oyadan ilahi məktəbdir. İlahi məktəbdir. Əli-Əsğər əleyhissalamın Kərbəlada ən böyük şücaət və mərdliyi bu oldu ki, İmam Hüseyin əleyhissalam onun qanını öz ovuzuna tökdü. Və göyə qaldıraraq, bəzi tarixdə deyir göyə səfərək, bəzilər deyir göyə qaldıraraq buyurdu ki, sən də şahid ol ilahi. Şahid ol ki, mən bu balama bir için su istədim, onlar ox ilə cavab verdilər. İmam Hüseyin əleyhissalam meydana cavan oğlunu göndərdi, qardaşı oğlunu göndərdi, sahabələrini göndərdi. Lakin axırda 6 aylıq körpəni meydana gətirdi ki, bəlkə bunlarda bir rəhm ola. Bəlkə qəlbindəki o günah ərki bağlayıb, bəlkə o biraz titriyə. Gördülər ki, yox, budur. Kərbəla Əli-Əsğər əleyhissalamın tam təslimiyyət simvoludur. İmam Hüseyin əleyhissalam öz ailəsi ilə tam təslimiyyətin bildirdi. İnsan Allah yolunda malını verə bilər, vaxtını verə bilər. Lakin övladını vermək ən ağır imtihandır. Həzrəti İbrahim əleyhissalam İsmaili qurban verməyə hazır oldu. İmam Hüseyin əleyhissalam isə Əli-Əsğəri Allah yolunda təqdim etdi. Çünki İbrahim əleyhissalam İsmail əleyhissalamı ağlı kəsənə qədər saxladı. Və gəldi bir yaş həddinə, biri 9 yaş deyir, biri 13 yaş deyir, biri 15 yaş deyir. Ağlı kəsən yaşayacaq, həm özünü hazırladı, həm İsmaili hazırladı. Ki, sən Allah yolunda qurban kəsəsən. Amma İmam Hüseyin əleyhissalam isə Əli-Əsğəri Allah yolunda təqdim etdi. Ata üçün körpənin ağlamasını eşitmək çox ağırdır. Lakin İmam Hüseyin əleyhissalam Allahın razılığını öz qəlbinin istəyindən üstün tutdu. İmam Zaman ağa da zuhur eləyəndə inşallah zuhuruna salavat. Zuhur etdiyi zaman sən də bu cür hazır olmaq lazım. Kərbəla məktəbinin layiqli tələbələrindən olmalısan ki, höccət sənə əmr etdi, gərək tərəddüd etməyəsən. Hazır ola biləsən hər şeyə. Daha sonra gecəsində kimi İmam Hüseyin əleyhissalam lampanın biraz zəiflədir, deyir kimlər nə bəhanəsi varsa geçsin. İmam da buyuranda ki, kimlərdən nə bəhanə varsa geçsin. Kərbəla məktəbini anlamayanlar geçsin. Bu bizə öyrədir ki, Allah sevgisi hər sevgidən üstündür. Allah sevgisi ilə danış. Allah sevgisini heç bir sevgi ilə bərabər tutma, qaldı ki, üstün tutasan. İlahi məqsəd şəxsi rahatlıqdan üstündür. Şəxsi rahatlığı ilahi məqsədindən üstün tutma.
Bu sənə böyük bir problem olar. Sənin imanını zədələyər. Səni xəstə düşürdər. Əqildən xəstə olsun, əqildən şikəst olsun kifayət edir. Qəlbin möhürlənər. Qəlb möhürləndi, kifayət eləyər. Diqqət elə öz həyatına. Öz rahatçılığınla ilahi məqsədin arasında qalma. Əziyyət çəkməlisən. Məsələn, Məhərrəmlik günün ilk gecəsindən əziyyət çəkən xidmətçilər var. İstər məsciddə, istər Hüseyniyyədə, istər çay aparıb gətirənlər, istər məth eləyənlər, şeir deyənlər, roza deyənlər, fərq eləməz. Öz rahatçılığını düşünüb, deyə bilər, bir günlük bəsdir. Mən bu gün dincələm. Amma hər gün, Allah salamat eləsin, məddahlar gəlir, xidmətçilər gəlir, siz gəlirsiniz. Öz rahatçılığınızla ilahi məqsədini göstəricidir ki, göstərirsən, mən ilahi məqsədi seçirəm. Yəni, qürbətən ilallah gəlirəm. Mömin ən çətin anda belə Allahdan üst çevirilməz. Bəzən qabağımıza elə bir çətinlik gəlir ki, Allaha dua etməyi unuduruq, yaxud dua etmək istəmirik. Sənin imtihanın aqibətini bəlli edir. Ona görə aqibətin Allaha xatir olmalıdır. Əsas məqsəd budur. Bəzən insanın həyatında olan çətinliklər gətirir səni bir yerə çatdırır ki, sən heç ibadətində sabit qalmırsan, ələyrilik olur. İbadətin yarımçıq olur. Bəzən qəza ilə, bəzən əsərlə, bəzən özüm etdim deyib düşünürsən. Amma sən Kərbəla məktəbini bilsən, bu dünyada çəkdiyin əziyyətin mükafatı aqibətdən nə olacaq onu bilsən, sən bu dünyada narahat olmazsan ki. Niyə narahat olasan? Sənin zamanəvin imamı var. O sənə lazımlı dəstək və kömək edəcək. Amma yetər ki, onunla dost olmağı bacarasan. Həm evdə, həm ictimaiyyətdə Əhl-i Beyt məktəbini təbliğ etməlisən. Deməsinlər ki, bu da mənim namaz qılan. Deməsinlər ki, sən hansı əxlaqdansan? Çünki səndə ilahi əxlaq görmür. Sən günlərdir Məhərrəmlik məclisi ilə İmam Hüseyin əleyhissalamın məclisinə gəlirsən. Amma səndə İmam Hüseynin ətrini hiss eləmirəm. Mömin gərək ilahi ətri onun üzərindən gəlsin. Kərbəla məktəbi sənə öyrədir ki, bu məclislərdən elə bir abu hava, elə bir fəzilət, elə bir bərəkət, elə bir feyz götürməlisən ki, bu məclisə gəlməyənlərə yaxınlaşanda səndən qoy İmam Hüseyin əleyhissalamın ətrin iyi gəlsin. O məclisin ətrin iyi gəlsin. Bax, buna hazır olmaq lazımdır, əzizlər. Buna hazır olmaq lazımdır. Ata-bala münasibətində İmam Hüseyin əleyhissalamın balaları ilə arasında olan münasibət kifayət eləyir sənə. Gərək övladlarla dost olasan. Onların istəklərinə eşidəsən. Gərək qulaq verəsən. Qoy sənə rahat dərdini desin. Neyinki çöldə dostuna. Qoy səni ilə məsləhətləşsin. Neyinki başqası ilə. Hamımız sosial mediaya baxırıq da, görürük də.
gənclərin talihini də görürük. Üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. 17-23 yaş arası gənclər nə edirlər Allah? Hələ adi bir-biri ilə danışıq rəftarının sonu nə ilə bitir ona? Nə üstə? Heç nə, adi bir qaranlıq məsələ üstə. İki gəncin arasında olan münasibət, sərt danışıq sonu valideynlərin ağlamağı ilə bitir. Sonu peşmançılıqla bitir. Üzr istəyirəm, istər məktəb həyatında, istər institut həyatında, gəncdə bu bizdə bir söz var, qanının qaynayan vaxtıdır. Amma ata tövsiyəsi, ata xofu, ata hörməti, böyük hiss eləmək gəncdə gərək nə olsun? Təsir qoysun. Amma sən Əhl-i-Beyt məktəbi ilə övlada bir tərbiyə versən, bir öyüd nəsiyyət versən, ondan narahat olma. O hara getsə, ora yaxşılıq olar. Hara getsə, orada sülh olar. Hamımız avtomobili idarə edirik, görürük. Qəzaya düşənlərin bir faiz olaraq bir 70%-nə, 80%-nə diqqət elə. Salavat Peyğəmbər zamanı. Avtomobil idarə edən gənclərə bax. Sürmək tərzinə bax. Sürücünün gərək sürmək mədəniyyəti olsun. Əfsus gənclərimizin əksəriyyətində o mədəniyyət yoxdur. Hələ bir şeyə o xod verməyi ilə, insanları narahat eləməyi ilə və bu bizim məmləkətdə çoxalmağı ilə özümüzdə günah görmürük deyə budur. Biz o cür gəncləri də görəndə aqresiya ilə cavab veririk. Çünki gəncdir, qanın qaynayan vaxtıdır, səninlə sərt danışır, elə bilir, düz eləyir. Amma sən də o sərtliyi görsən, ona aqresiya ilə cavab verirsən. Hətta bəzən olur əl uzatsan. Amma sən ki, Əhl-i-Beyt dərsini alsan, bu sənə kifayət eləyər. Bu sənə kifayət eləyər. Allah gənclərimizi qorusun. Allah gənclərimizi yerin və göyün bəlasından hifz eləsin.